Salam. Interseks qaramal ola bilər. İndi bunlar haqqında danışacağam. Interseks qaramallar firmartin adlanır və onlar dişi olurlar. Yəni ontogenezdə cinsiyyətin dəyişilməsi mövzusudur bu. Burada əgər bir qaramalın, iri buynuzlu qaramaldan danışırıq. İri buynuzlu qaramalın bətnində 2 embrion olarsa və bunlar əkiz olarsa, müxtəlif cinsiyyətli əkizlər, biri dişi, biri erkək. Bu zaman əvvəlcə erkək daha sürətli inkişaf edir və onun, yəni erkəyin cinsiyyəti daha sürətli inkişaf edir. Toxumluqları hormon ifraz edir, medullarin hormonu. Bu da bu heyvanda, yəni iri buynuzlu qaramalda anastomoz qan damar sistemi var. Anastomoz qan damar sistemi də odur ki, bu balaların qanı bir-birinə qarışır. Yəni erkək fərdin hazırladığı medullarin hormonu qan vasitəsilə dişinin bədəninə daxil olur və bu da dişinin yumurtalıqlarının inkişaf etməsinə əngəl olur. Buna görə də dişlər doğulduqdan sonra artıq onların çoxalma qabiliyyəti olmur. Və interseks firmartin fərdi çevrilirlər. Burada da göstərilib ki, bətnində biri dişi, biri erkək əkiz olarsa, qanları bir-birinə qarışır, anastomoz vəziyyətdədir. İndi isə baxaq, bəs çox bala verənlərdə necə olur? Məsələn, it, pişik. Belə heyvanlarda anastomoz vəziyyətdə deyil qan damar sistemi, buna görə də bir-birinə qarışmır. Yəni qanları bir-birinə qarışmadığı üçün normal erkək fərdlər və normal dişi fərdlər dünyaya gəlir. İndi isə eksperimental yolla, sınaq yolu ilə gedən təcrübələrdən danışacağam. Bunun ən yaxşı nümunəsi Yamamoto'nun axtardığı təcrübələr olacaq. Yamamoto'nun etdiyi təcrübələr. İndi baxaq bu nə təcrübələr edib. Yamamoto medaki balıqları üzərində təcrübələr aparmışdı. Yəni bu balığın adı medakidir. Medaki balıqları üzərində təcrübə aparmışdı. İndi baxsaq, bu bəs fərqləri necə olur bunların? Baxaq. Biri qırmızı fərd olur belə, bir də ağ fərd olur medaki balıqlarında. Qırmızı fərdlər yalnız erkək ola bilirlər, çünki qırmızı olması üçün X kiçik R hərfidir bu. X kiçik R hərfi və Y böyük R hərfi. Əgər belə olarsa, geni bu şəkildə olarsa, o zaman qırmızı fərd alınır. Bəs ağ fərd necə olur? Yəni ki, qırmızı fərdin olması üçün mütləq bu lazımdır. Böyük R burada dominant olmalıdır, yəni. Dominant olarsa əgər qırmızı fərd alınır. Bəs ağ fərd necə olur? Ona da baxaq. Ağ fərd isə bu şəkildə olur. Və dişi olur. Ağ fərd dişi. Qırmızı fərd erkək. İndi Yamamoto'nun etdiyi təcrübələrə baxaq. O nə təcrübələr eləmişdi? Yeni doğulmuş erkək balıqlar üzərində təcrübə aparmışdı. Bu erkək balıqların geni nə olacaq? Erkək balıqların geninə baxaq. Bu erkək balıqların geni XR R hərfinə bənzəmədi çox. XR və Y böyük R şəklindədir. Bu erkək balıqdır. Lakin bu erkək balıqlara 8 ay boyunca dişi hormonu verir və bu dişi hormonunun sayəsində
Bunların fenotipi bu gende olan qırmızı fərqlərin, yəni erkək fərqlərin fenotipi artıq dişi olmağa başlayır. Və ikincisi dişi cinsiyyət əlamətləri göstərməyə başlayırlar. Sonra bu aldıqları dişiyə bənzəyən fərqləri təzədən normal erkəklərlə, yəni XR, YR şəklində olan normal erkəklərlə, heç bir dişi hormonu verilməmiş erkəklərlə çarpazlaşdırırlar. Normalda bütün heyvanlarda bilirik ki, dişi erkək nisbəti necə olur? Dişi erkək nisbəti normalda 1-1 olur. Amma bu dişiləşdirilmiş erkək fərdlə normal erkək fərdi çarpazlaşdırdıqda bir nisbət dişi, bir hissə dişi, 3 hissə isə erkək alınır. İndi baxaq bunların bəs geni necə olur? Dişinin normal bildiyimiz kimi XR, XR, erkəkdə isə XR, YR və ya hər ikisi Y-də ola bilər. YR, YR. Bu dişi bu erkək fərdin quruluşudur. Erkək fərddə YY-də ola bilər, XY-də ola bilər, amma dişi XX olur. Aha, bu oldu erkək fərdlərin üzərində, yəni qırmızı aldığı dişlərin üzərində apardığı təcrübələr. İndi baxaq bəs bu erkək fərdlərin üzərində təcrübələr idi. İndi dişi fərdin üstündə bəs nə təcrübə aparıb? Dişi fərdin geni bilirik ki, necədir? XR, XR. Bu dişi fərdlərə verir erkək hormonu, yəni metil testosteron. Yamamoto bunlara metil testosteron hormonu verir və bu ağ dişi fərdlər artıq erkək fenotipi göstərməyə başlayırlar. Cinsiyyət əlamətləri ortaya çıxır, erkək fenotipi göstərirlər. Amma geni gördüyümüz kimi dişidir. Sonra bu aldığı erkəyə bənzəyən fərdləri normal dişi fərdlərlə çarpazlaşdırırlar. Buradan isə alınır yalnız dişi fərdlər. Yəni bunları çarpazlaşdırdıqda yalnız dişi fərdlər alınır. Erkək fərd alınmır. Amma erkək fərddə necə oldu? 1-3 nisbətində, bir dişi, 3 erkək, amma burada ancaq dişi. Bu da oldu Yamamoto'nun göstərdiyi təcrübələr. Və bitdi. Ontogenezdə cinsiyyət dəyişməsi əsas nümunələri bunlar idi. Sağ olun.